Xurmalar yığıma hazırdır. Nar isə az vaxtda satışa çıxarılacaq. Bölgələrdə payızlıq meyvələrin yığım prosesi artıq başlayıb. Göyçayda olan fermerlər deyirlər ki, bu yay havanın normadan isti keçməsi meyvə ağaclarında məhsuldarlığın müəyyən qədər azalmasına səbəb olub. Sentyabr ayında bir hissəsi dəymiş, yəni xurmalar yığılır, bazara çıxarılır. Kütləvi yığım isə oktyabr ayının 10-undan noyabr ayına kimi, noyabr ayının ilk 10 günlüyünə kimi bəzən daha da çox davam edə bilir. Məhsuldarlıq güclü, belə deyim, aqrotexniki qaydalara uyğun baxılan bağlarda daha yaxşıdır. Xaldenliklərdə vurulur, saxlanılır. Digər meyvələrə nisbətən daha çox saxlanıla bilir. Göyçaydan söhbət düşmüşkən yolumuzu bu bölgənin məşhur nar bağlarından da saldıq. Xarici görünüşü və ləzzəti ilə zövq oxşayan bu meyvə artıq yığım prosesinin bir addımlığındadır. Fermerlərin sözlərinə görə aqrotexniki qulluq üçün çəkilən xərc çox olsa da məhsuldarlıq ürəkaçandır. Narda maşallah bir bol məhsul var olmağına. Amma ki, belə deyək ki, tələf olma da çoxdur. Nar bildiyiniz kimi, yəni qulluq sevən, çox böyük qulluq sevən bir meyvədir. Narın vaxtı-vaxtında aqrotexniki qulluq olunmalıdır. Vaxtı-vaxtında onun dərmanı, gübrəsi vaxtında verilməlidir. Narı salafona, yəni salafonlamaq lazımdır. Ona görə ki, nar belə deyək ki, yağış sevən meyvə deyil bir o qədər də. Tezdəyən narlarda hal-hazırda bəli, yığma başlanılıbdır. Yaxşı yığım vaxtı oktyabrdadır, oktyabr aylarında. İndi yığılan ancaq xarici bazarlara gedir. Alverçilər bəli, evdən, qapıdan da gəlib apara bilirlər. Nə bilim, aparıb bazarda da satırıq. Özümüz, yəni şəxsi bazarda satmağı rahat. Şəkidə isə payızlıq meyvələrdən alma, armud, üzüm və digərlərinin yığımı başlayıb. Fermerlər deyirlər ki, dərilən meyvələri həm bazarlarda, həm də sahələrin özündə satmaq mümkündür. Bəzi cəvəli çeşidlərimiz var idi, üzümün tezləyən çeşidləri, bunu sonuçlanma üzrədir. Ayvadır, almaların müəyyən çeşidləridir, üzümlərin müəyyən çeşidləridir. Hal-hazırda yığım dövrü gəlib çatıb. Qiymətlərimiz orta bazar qiyməti ilə 2 manat civarındadır. Aşağı yuxarı 1 manat 80 qəpik ilə 2 manat 20 qəpik arasında. O cümlədən də fındıq yığımı hal-hazırda gedir. Fındığın qiyməti bu il bizim bölgə üçün çox rekord bir qiymətədir. 7 manat həddindədir. Qoz bu gün 6 manat civarındadır. Məhsuldarlıq aşağı olsa da qiymət əlçatandır. Qeyd edək ki, payız mövsümündə ən çox tələbat olan meyvələrdən sayılan nar və xurmanın satış qiyməti hazırda 2-4 manat arasında dəyişir. Qiymətlərdəki fərq meyvənin növü, xüsusən də xarici görünüşü və keyfiyyəti ilə bağlıdır. Xələf Xələfov, Asiman Səlimov, Rəhman Həkimzadə, Ayaz Süleyman Soy, Xəbər Ertəsi.